Salam əziz YouTube severlər. Bir daha xoş gördük. Ümid edirəm ki, bu videom retail sahəsində işləmək istəyənlərə və hal-hazırda işləyənlərə böyük kömək olacaq. Zəhmət olmasa kanalıma abunə olun, videonu maksimum dərəcədə paylaşın və bəyənin. İlk olaraq sizə firmaların depoya və mağazalara məhsul çatdırmağından danışacağım. Bəzi firmalar var ki, böyük firmalardır. Avrora, məsələn, Azərsun, Veysəloğlu kimi firmalar var ki, onlar öz məhsullarını həm region ərazisinə, rayonlara, məsələn, Ağcabədiyə, Bərdəyə, Qazağa, Cəlilabad, Lənkəran, Quba, Qusaryan bu zonalara özləri məhsul çatdıra bilirlər. Və həmçinin də şəhər mağazalarına, istər Biləcərdə olsun, istər Zirədə olsun, fərqi yoxdur, istər Qaradağda olsun. Bu mağazalara özləri firma birbaşa həm regiona, həm də şəhərə çatdıra bilir. Amma bəzi firmalar var ki, kiçik firmalardır, onlarda nəqliyyat problemi olduğu üçün onların nəqliyyat vasitələri azdır, daşıya bilmirlər yükü, vaxtında çatdıra bilmədikləri üçün. Həmin firmalar məhsulları depoya verir, depo regionlara ötürür. Amma şəhərə, Bakıya, Xırdalana, Sumqayıta özləri çatdırırlar sifarişləri. Və təbii ki, özləri çatdırdığı qiymətlə depoya verdiyi qiymət arasında fərq olur. Depoya verdiyi qiymət arasında 5%, 10%, 3% endirim eləyirlər ki, bizim məhsulları zəhmət olmasa regiona özünüz çatdırasınız. Bəli, deponun da məhsullarını çatdıran şəbəkə marketin özünün logistikasıdır, özünün nəqliyyatlarıdır. Yəni, şəbəkə marketin özü çatdırır regionlara, bu prosesləri özləri yerinə yetirir. Bunlar necə baş verir, onu istəyirəm. Yəni, firma istədiyi vaxt durub depoya mal gətirə bilmir, firma istədiyi vaxt şəhərə mal gətirə bilmir, depo istədiyi vaxt regiona mal verə bilmir. Yəni, belə deyim, bunlar rut əsasında tənzimlənir. Rut nədir? Rutu mən sizə istəyirəm izah edeyim. Bu cədvələ diqqətlə baxın. Market şəbəkələrində rut termini çox zaman təchizat zəncirində məhsulun hərəkət marşrutunu və ya məhsulun logistikasını ifadə etmək üçün istifadə olunur. Bu, bəzi hallarda isə rut marketlər arasında məhsul paylama ardıcıllığını və ərazi bölgüsünə görə marşrutları təyin edir. Tam açığını deyim, rut nədir? Məhsulların mərkəzi ambardan və ya firmadan hansı marketlərə, hansı ardıcıllıqla və hansı günlərdə çatdırılacağını göstərən marşrut planıdır. Bu sistem logistika şöbəsi və ya distribusiya komandası tərəfindən idarə olunur. Burada məqsəd də var təbii ki, nədir? Effektivlik olmalıdır, qənaətli və vaxtında məhsul paylanmasını təmin etməkdir. Rutun qurulma ardıcıllığı da var. Marketlər qruplaşdırılır, günlər təyin olunur, maşın və sürücü planlanır, sifarişlərə uyğun planlamalar həyata keçirilir, marşrut xəritəsi hazırlanır, bir də izləməklə nəzarət olur. Marketlər necə qruplaşdırılır? Cədvəldə gördüyünüz kimi belə bir qruplaşdırma hazırlamışam. Nizami rayonu, Nərimanov rayonu, Binəqədi, Xətai, Xəzər. Belə qruplaşdırılır. Region, məsafə və satış həcminə görə günlər təyin olunur. Diqqətlə baxsaz, bazar ertəsi, çərşənbə, axşamı çərşənbə, cümə axşamı, cümə, şənbə bazar firmalarda adətən istirahət olur. Təmin müddətində izah edəcəm indi. Maşın sürücü planlanır, yəni hər firmanın özlərinin maşınları olur, depoda da həmçinin və sürücüləri olur.
məsələn A sürücüyə deyirlər ki, sən bu gün məsələn Isuzu ilə getməlisən, hansısa bir mağazalara məhsul təmin etməlisən. Marşrut xəritəsi də həmçinin bu cədvələ uyğundur, yəni məntiqinə uyğundur. Yəni məhsulların hansı ardıcıllıqla hansı marketlərə gedəcəyi müəyyən edilir. Belə deyim, firma əgər yaxındırsa, birinci Çeşlədən başlayır, məsələn Çeşləyə yaxındırsa, sonra gedir 8-ci kilometr, sonra Xalqlar, Qaraqarayev, yəni özləri bunu planlaşdırır firmalar öz xəritələrinə uyğun olaraq. İzlənmə və nəzarətdə, yəni sifariş vermisənsə, yəni rutu izləməlisən ki, görüm o sifariş qarşılanıb və yaxud qarşılanmayıb və hansı səbəbdən də qarşılanmayıb, onu təbii ki araşdırmalısan. Keçək cədvələ. Cədvəldə nə var? Mağazanın adı var. Mağazanın kodu var. Kod niyə istifadə edirik? Kodu sistem üçün istifadə edirik. Məsələn, bəzən olar ki, 8-ci kilometrdə 2 mağaza ola bilər. Məsələn, 8-ci kilometr bazara yaxın bir hissəsində də ola bilər. Parkın, məsələn 8-ci kilometrdə park var, oraya yaxın olan hissədə də məsələn bir market ola bilər. Ona uyğun olaraq biz sistemə mağazaları kodla tanıdırıq. Və həmçinin firmalarda da elədir. Firmalarda özlərinə uyğun kodları var. Məsələn, burada elə belə özümdən bir bu sütuna baxsaz, firma adı vermişəm, Vasif MMC. Firma kodunda 111000 belə bir kod vermişəm. Nə üçün? Deyəcəm bunu da. Firmalarda da həmçinin sistemə biz rəqəmlərlə tanıdırıq firma kodlarını. Ola bilər ki, Vasif MMC həm qida, məsələn, təminatı ilə məşğul ola bilər, həm də qeyri-qida. Məsələn, 1100 bu ola bilər qida olsun və yaxud bunun məsələn belə dəyişirik. Bu firma kodu isə bunu yəni elə belə özümlə dəyişirəm. Bu qeyri-qida ola bilər. Qaytarıq yerinə. Firma meyli nə üçün lazımdır? Firma meylinin bura hamısına vahid bir firma yazmışam. Yəni bu başqa cür də ola bilər. Çünki nə üçün? Fikir verin burada. Rayonlar Nizami rayon, Nərimanov rayon, Binəqədi, Xətər. Bunlar fərqli olduğu kimi firma meylləri də fərqli ola bilər. Çünki ola bilər həm firma meyli olsun və yanında Nizami rayonuna baxan ekspeditorin meyli olsun. Telefon nömrəsi də öz telefon nömrəmdir. Bunu elə belə yazmışam bura. Burada da ola bilər ki, yenə deyirəm, firmanın mərkəzin, firma ofisinin nömrəsi olsun və ya slash işarəsi ilə ekspeditorin nömrəsi burada ola bilər. Çünki nə üçün? Bu cədvələ uyğun olaraq mağazaların sifarişləri vaxtında çatdırılmayanda firmalarla əlaqə saxlamaq olsun. Bu bildiyimiz rayonlardır: Nizami rayon, Nərimanov, Binəqədi, Xətai, Xəzər. Gəlirik cədvəlin əsas hissəsinə. Günlərə: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə. Şənbə bazara diqqətlə baxsaz istirahət günləridir. Yəni firmalar istirahət edir. Mağazalar istirahət eləməsə də firmalar istirahət eləyir. Təmin müddətində izah eləyəcəm. Keçək bazar ertəsinin sifarişinə. Mağazalar, bu Nizami rayonunun olan mağazaları. Vasif MMC-yə birinci gün sifariş verir. Sifariş verir və firma Vasif MMC 3-cü gün çərşənbə günü məhsulları çatdırılma eləməlidir. Və təmin müddətinə baxsaz, diqqətinə 2 gündür. Yəni bu çərşənbə axşamı 1, çərşənbə günü 2. Yəni bu 2 gün ərzində təmin müddəti təmin eləməlidir. Mağazanı gətirib sifarişləri çatdırmalıdır. Və soruşsaz ki, niyə bəs bu gün sifariş eləyib sabaha çatdırma yazmırıq? Ola bilər ki, məsələn bir gün
onların hansı nəqliyyat vasitəsində texniki problem ola bilər və yaxud sürücülərinin hər hansısa bir hadisə gələ bilər başına. Ona görə bir gün biz əlavə olaraq onlara artıq təmin müddəti veririk ki, öz problemlərini həll edib mağazalara, marketlərə məhsulu çatdıra bilsinlər. Sonra baxırıq, Nərimanov rayonu çərşənbə axşamı sifariş verir, cümə axşamı çatdırılır. Diqqətlə baxsaq, burada da 2 gündür. Və Binəqədi rayonunda da həmçinin sifarişlər çərşənbə günü verilir, cümə günü çatdırılır və burada artıq yeni bir dəyişiklik baş verir. Xətai rayonu sifariş verir cümə axşamı, yəni 4-cü gün sifariş verir. Təmin müddəti 2 gün olsa, bu olur şənbə gününə, 6-cı günə gəlir düşür. Biz firmaya zəng edirik ki, məhsulu gətirin, firma bizə bildirir ki, 6-cı gün bizim istirahət günümüzdür, sizə mal çatdıra bilməyəcəyik. Ona görə ən qısa vaxta keçirik. Biz də ən qısa vaxt baxırıq ki, bazar günü də qeydi iş günüdür, yəni istirahət günüdür firmanın və avtomatik olaraq bunu bazar ertəsi çatdırılmasını xahiş edirik firmalardan. Həmçinin cümə günü də. Burada təmin müddətinə görə dəyişir. Təbii ki, təmin müddəti çox qoysaq, məsələn, yəni elə edə bilərik ki, düzgün nizamlaya bilərik bunu. Mən sadəcə 2 gün qoyuram ki, qısa bir vaxt ərzində mağazalar təmin olunsun məhsullarına. Cümə gününə baxırıq, sifariş verilir və 6-cı gün, şənbə günü və bazar günü istirahət günü olduğu üçün ən qısa zaman yenə də avtomatik olaraq burada görürsünüz ki, bazar ertəsinə gəlir düşür Xəzər rayonunun çatdırılma günləri. Belə dostlar, uğur olsun sizə, yeni işinizdə xeyirli, uğurlu olsun inşallah. Ümid edirəm ki, videolarıma baxıb nə isə öyrənə bilirsiniz. Sualınız olsa, zəhmət olmasa, şərh bölməsində yazın, mən onu sizə izah edeyim. Gələn videoda inşallah görüşərik. Sağ olun.